Salam əziz şagirdlər, xoş gördük hər birinizi. Biz keçən dərs iqlim qurşaqları ilə tanış olduq. Gəlin indi həmin mövzunun tapşırıqlarına daha yaxından baxaq. İlk tapşırıq səhifə 32-də verilib. Bizə iqlim xəritəsi təqdim edir və bizdən bəzi suallar soruşur. Mülayim iqlim qurşağı hansı qitələrdə yayılıb? Diqqətlə baxsaq, mülayim qurşağın Avropa, Asiya, Şimali Amerika və Cənubi Amerikada yayıldığını görə bilərik. Quraq iqlimi soruşur. Quraq iqlimi əlbəttə ki, ən çox Avstraliyada, Afrikada və Asiyada yayılıb və tropik səhralara uyğun gəlir. Bizdən soruşur ki, hansı iqlim qurşağı yalnız bir qitədə yayılıb? Əlbəttə ki, bu qütb iqlim qurşağıdır və onun yayıldığı yeganə qitə Antarktida qitəsidir. Bizdən soruşur ki, elə bir iqlim qurşağı varmı ki, 3 ərazidə yayılsın? Ümumiyyətlə, mən sizə deyim ki, xəritəyə də baxanda görmək olar bunu. 3 iqlim qurşağının olduğu, yəni həm tropik, həm kontinental, həm də qütb iqlim qurşağının olduğu elə bir ərazi ümumiyyətlə yer kürəsində yoxdur. Növbəti çalışma səhifə 33-də verilib. Bizə bir iqlim diaqramı təqdim edir və onunla bağlı bəzi suallar soruşur. Diqqətlə baxanda burada temperatur 25, 24, 26, 27 dərəcədir. Bu əlbəttə ki, ekvatorial qurşaq üçün təzyiq olan bir iqlim diaqramıdır. Biz buradan temperatur və yağıntı göstəricilərini görə bilərik. Temperaturun əlbəttə ki, ərazi üzrə qeyri-bərabər paylanması hündürlükdən asılıdır. Onu da görmək olar. Yenə də diaqrama baxanda nisbətən yaz və payız aylarının daha yağıntılı olduğunu görmək mümkündür, amma yay fəsli burada quraq keçmişdir. Və sırada sonuncu çalışma səhifə 35-də verilib. Bizə Sibirin şam meşələrini göstərir və bir də Sibir üçün təzyiq olan bir iqlim diaqramını göstərir. Bu iqlim diaqramı əlbəttə Rusiyada yerləşir. Rusiya kontinental və qütb iqlim qurşaqlarında yerləşir. Biz qrafikə baxan zaman burada həm temperatur, həm də yağıntıların miqdarını görə bilərik və görürük ki, yağıntı və temperatur qış aylarında, xüsusilə də qış aylarında daha aşağı keçir. Amma yayda isə həm temperatur yüksəkdir, həm də yağıntıların miqdarı yüksəkdir. Belə, gələn dərslərdə görüşənə qədər sağ olun uşaqlar.